Bakı-Xankəndi marafonu 4-cü mərhələni də geridə qoydu. Bəli, yarışın 4-cü turu artıq başa çatıb. Hətta qaliblər də müəyyənləşib. Bu barədə əməkdaşımız Gülnarə Sadıxova danışacaq. Salam Gülnarə, buyurun söz sizdədir. Hər vaxtınız xeyir olsun Seminarə. Sizi və izləyicilərimizi Naftalandan salamlayırıq. Sizin də qeyd etdiyiniz kimi Bakı-Xankəndi marafonunun 4-cü mərhələsi başa çatdı. Artıq yarışçam sürətlə maraqlı şəkildə davam edir. Çox gərgin mübarizələrin şahidi oluruq. Bugün isə 4-cü mərhələnin qalibi İtaliya komandasının üzvü Marco Manenti oldu. O 152,8 km məsafəni bütün rəqiblərindən tez qət edərək finişə ilk çatdı. Və bundan sonra artıq qaliblərə mükafatlandırılma mərasimi keçirildi. Birinci yerin, ikinci yerin və üçüncü yerin qaliblərinə uyğun olaraq medallar verildi. Eyni zamanda qaliblərə köynəklər təqdim olundu. Onu da qeyd edeyim ki, yarış sabah başa çatacaq. Yəni mayın 14-də idmançılar Tərtər Xankəndi marşrutu üzrə hərəkət edəcəklər və Xankəndi artıq yarışın son mərhələsi olacaq. Ümumilikdə isə artıq orada həm marafonun qalibləri, həm də Tərtər Xankəndi mərhələsinin qalibləri müəyyənləşdiriləcək və təltif olunacaqlar. Onu da qeyd edeyim ki, yarışda 20 ölkədən olan 24 komanda mübarizə aparır və yarışın mükafat fondu 50.000 avrodan çoxdur. Mənim bugün bu saata çatdıracaqlarım bunlar idi. Söz yenidən sizdədir. Gülnarə, bir daha qeyd edim ki, Bakı-Xankəndi marafonunun 4-cü mərhələsi ilə bağlı son məlumatları əməkdaşımız Gülnarə Sadıxova çatdırdı.